çıxır deyir ki, 60 min iş yeri boşdur. Bu nə deməkdir? Bu insanları ələ salmaqdır. Necə 60 min iş yeri boşdur? Yəni dünya Amerikada belə işsizlərin bəlli bir faizi var filan. Amma bu deyir bizdə biz Qətərik də qıraqdan onu deyir qıraqdan işçi gətirək. Yəni bu insanlar bax görün datalar nə qədər şirdilib, özlərini nə qədər aldadır, özlərini nə qədər o əhali ilə reallıq hiss edib ki, çıxıb deyir ki 60 min bizim iş yerimiz boşdur. 60 min qardaş bu və sonunda bütün gün o iş axtaranlar, dələduzların tələsinə düşənlər, öz kəndlər boşalıb. Hesabatlara görə səhv eləmirəmsə 300 ya 400 kəndin əhalisi boşalıb, yoxdur, kənd boşdur. O ruh kəndlər deyilir. O vəziyyətə düşüb. Gənclər yoxdur kəndlər. Onda onlar nəyə gəlib işləmirlər? Və yaxud da ya bununla bağlı Sənin xanım yürüdülən səhv iqtisadi yanaşma. Baxın Bakı ancaq Bakıda inkişaf gedir. İnkişaf deyəndə o da 5-6 adamın əlindədir. Regionlarda indi Aydın bəy dedi, regionların inkişaf proqramı milyardlarla pul xərcləndi. 4 dənə səhv eləmirəmsə proqram tətbiq olundu. Hansı regionda iş yerləri açıldı? Hansı regionda gənclərin məşğul ola biləcəyi, istehsal edə biləcəyi, ürətə biləcəyi bir müəssisələr yaradıldı? Varsa yazsınlar. Yoxdur, iş yerləri zaten yoxdur. Bir taksi fəaliyyəti var idi. Bir 60 min adam işləyirdi. Ağıllı ayna rəhbərliyi də gəldi. Hesabat datalar yenə hazırladı. Sən demə 25 min yetərli imiş. Bax onlarda da kəsirə və nə oldu deyirlər tıxac oydu.